xeyirli olsun. Bugün 1 iyun tarixi informatika üzrə misalların izahlarını verirəm. Vəli, Piri, Samir və Kərimin soyadları Vəkilov, Pənahov, Səlimov, Kəmilov soyadlarından biridir. Gəlin yazaq. Bu Vəlidir, bu Piridir, bu Samirdir, bu da Kərimdir. Bunlar biri Vəkilov ola bilər, biri Pənahov, biri Səlimov, biri də Kamilov. Deyir, Vəli və Səlimov imtahandan 5 alıblar. Deməli, Vəli Səlimov deyil. Piri, Vəkilov imtahandan 3 alıblar. Deməli, Piri nə Səlimov deyil, nə Vəkilov, eləcə də Vəli də Vəkilov deyil. Vəkilovun boyu Pənahovdan hündürdür. Vəkilov Pənahovdan hündürdür. Kərimovun boyu Pənahovdan qısadır. Kərimov Pənahovdan qısadır. Sami və Pirinin boyları eynidir. Deməli, burada bərabər olacaq Səlimov. Və Piri Səlimov olmadığını üçün olacaq Kamilov Piri. Onun üçün də burada cavab Pirinin soyadı Kamilovdur. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. F5-dir. 5-i qoyuruq. 5-i 2-yə vururuq və C5-i tapmalıyıq. 5 dəfə 4-ün 20 eləyir. Gətirib 20-yə də vuranda olur 200. Və bu dəfə M-imiz 5 deyil, 200-dür. 200-ü gətirib qoyanda K-nın yerinə 4-ü bu səfər 200-ə vurmaq lazımdır. 800. 800-ün də üstünə 10 gəlik, olur 810. Sonda da 810-la 200-ü toplayırıq, olur 1010. Y variantı. Aşağıdakı HTML kod fraqmenti web brauzerdə necə əks olunacaq? Deməli, fən alt xətt çəkilib. A variantı ola bilməz. B, C, D, Y ola bilər. Deməli, müəllim kursivdir. Müəllim sözü kursiv. C ola bilməz, alt xətt çəkilib. Sonra riyaziyyat qalındır. Riyaziyyat qalındır. Təranə müəllim kursivdir. Sonra ingilis dili qalındır. Lalə müəllimə alt xəttidir. Deməli, burada Y variantı uyğun gəlir. Onların heç biri uyğun gəlmirsə, geridə qalır Y variantı. 247 7-lik ədədini 8-lik say sistemində göstərin. 0, 1, 2 eləyib 10-luğa keçirdirik. Deməli, 2-ni vururuq 49-a, üstünə gəlirik 2 dəfə 7-nin 28, bir də 6-nı gəlirik. 2 dəfə 49-un eləyəcək 98. 98-in də üstünə gələcək 34, eləyəcək 132. 132 də 10-luq ədədidir. 8-liyə keçirtmək üçün 8-ə bölürük bir dəfə. 52-nin içində 6 dəfə olacaq 48 və burada 4 qalacaq. 16-nın içində 8. 4 ilə qutaran onsuz da bir dənə variantdır. Yenə də yazaq. Görürük ki, 204 düzdür. 65 də maraqlı misaldır. Deyir ki, birlərin sayı x-dir birinci şəkildə. Birlərin sayı A, B, C təpəsindən və Y, H, C təpəsinin hər birindən 2 til çıxdığı üçün 6 dənədən 2 til çıxır və üzərinə gəlirik D, F təpəsindən isə 3 til çıxır. 2-ni vururuq 3-ə. Bu da bizə verir 18. Yəni biz x-imizi tapdıq ki, 18-dir. Digər qrafda isə şəkil 2-də də bizə yenə birlərin sayını tapmağı buyurur. Hər bir, deməli, 8 dənə burada təpə var. 8-indən də 2 til çıxdığı üçün 8-i 2-yə vururuq 16. Və x çıx y fərqini istədiyi üçün 18-dən 16 çıxırıq, cavab eləyir 2. Sonra 65-də bizdə nömrələnmiş siyahının birinci elementi hansı olar deyir. Nömrələnmiş oldu, birinci də bizdə siçandır. B variantı. Elektron cədvəl fraqmenti verilmişdir. B2 xanasına hansı ədəd yazılmalıdır ki, D1 xanasındakı düstur, D2 və D3 xanalarını köçürdükdən sonra bu diaqrama əsas olsun. Deməli, B1-imiz bizim 30-dur. 30-unu vuracaq. A1 ilə C2-nin cəmi. A1 bizdə 30-dur, C2 50-dir. 30 ilə 50-nin cəmi 80. 80-i 100-ə böləndə 0,8, 1 ilə toplayanda 1,8. Və 30-u biz 1,8-ə vuranda bizə verəcək 54. Sonra burada B2-ni vurmalıyıq biz. 1 üstəgəl A2 üstəgəl C3 bölünsün 100.
A2-miz bizim 10-dur, C3-ümüz 10-dur, 20. 20-ni 10-a böləndə 0,2, üstünə 1 gələndə 1,2 və B2-miz bilinmir. 1,2 x qalır. Sonra bunu da tapsaq, B3 vurulsun 1 üstəgəl A3 üstəgəl C4 böləcək 100-ə. Burada da A3 ilə C4, A3 bizdə 40-dır, C4 bizdə 20-dir. 40 ilə 20, 60, 0,6, üstünə 1, 1,6, B3 də 15-dir, vuranda 24 edir. Və burada ya 45% 54 ədədidir, ya da 35%. Yoxlasaq ki, əgər ədədin 45% 54-dürsə, x-imiz onda 120-yə bərabər olacaq. X 120-dirsə, bunların cəmini 54 üstəgəl 1,2 x üstəgəl 24 bərabərdir 120-yə bərabər eləyib yoxlayırıq ki, həqiqətən də ödəyir, ödəmir. Buradan 1,2 x bərabər olacaq. 120-dən çıxacaq nəyi? 78-i. 120-dən çıxanda 78 eləyəcək 42. X də bərabər olacaq 42-ni bölsək 1,2-yə eləyəcək 35. Yəni bu hissə bizə 42 verir, ikinci hissə. İndi baxırıq ki, həqiqətən də 120-nin 45% 54 ədədidir. 20% 24 ədədidir. Eləcə də 120-nin 35% bizə nə verəcək? 42-ni verəcək. Ona görə də cavab 35 doğru cavabdır. B2-nin yerinə 35 olmalıdır. Elektron cədvəl ilə bağlı doğru mülahizələr müəyyən edin. B5 F6 diapazonunda 10 xana var. 6-dan 5 çıxıb üstünə 1 gələndə 2 sətirdir. B, C, D, Y, F 5 sütundur. 2 dəfə 5-in eləyir 10 xana. Düzdür 1. Sum A2 C5 düsturu xanalarında ədədi qiymətlərin cəmini hesablayır. Yanlışdır. Diapazon hesablayır. Burada mütləq istinad, ümumiyyətlə bu ünvan yanlışdır. Dollar A-nın qarşısında olmalıydı. A2 Y5 diapazon 4 sətirdən. Həqiqətən də 5-dən 2 çıxıb üstünə 1 gələndə bizə 4 sətir verir. 4 düzdür. 1, 4 doğru cavabdır. Python dilində yazılmış proqramın icrası zamanı klaviaturadan 5682 ədədi daxil edilir. Bu sıfırdan böyükdürsə, while hissəsində bilirik ki, tək-tək bütün bu rəqəmlər 2, 8, 6, 5 A-ya mənimsədilir. X də 1, 1, 10 dəfə azaldır. Yəni bu rəqəmlərdən azad olunur. Neçə rəqəmlidir? 4. Vaxt itirmədən yazırıq. N-imiz 4-dürsə, K-mız ədədin özüdür və üstünə gələcək 10 üstündə 4, yəni 10.000. Bu da bizə verəcək 15820. Düzdür. Daha doğrusu üzrlü sayın 82. 6, 82. Hə. Və sonra biz bunu 10-a vurub üstünə 1 gələndə artıq bu bir onluqda artır, olur 156821. Yəni B variantı. 70. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. M24-dür. 24-ü 3-ə böləndə qalıq 0-a bərabərdirmi? Bəli. O zaman else baxmırıq. S-imizi bir vahid artırırıq. 24-ü 4-ə böləndə qalıq 6-ya bərabərdirmi? Xeyr. Elifə baxırıq. 1-i 8-ə böləndə qalıq 0-dırmı? Xeyr. O zaman else baxırıq və 1-i 6 vahid artırırıq 7. Sonda da 7 ilə 24-ün cəmi olur 31. B variantı. Alqoritmin icrası nəticəsində A-nın son qiymətinin 56 olduğunu tapırıq. Deməli, A vurulsun C-ni bölünsün 3 56 verib. Onda AC bərabər olur 3 vurulsun 56-ya. C-nin qiymətini gətirib yerinə qoysaq, A-nı vuracaq -3 üstəgəl A vurulsun C bərabərdir 3 vurulsun 56-ya. Və C-nin qiyməti də 3 olduğu üçün gətirib burada yerinə qoysam, onda A-nı vurub açsam, belə yaza bilərəm də 3A-nın kvadratı çıxılsın 3A bərabərdir 3 vurulsun 56. Hər tərəfi də 3-ə bölsəm, A-nın kvadratı çıx A bərabər çıxılsın 56 bərabər olacaq 0. Və A-nın ala biləcəyi ilkin qiymətlərin cəmini istəyir. Ümumiyyətlə görə bilirik ki, A1-miz -7-yə, A2-miz isə 8-ə bərabərdir və bunların cəmi bizə 1 verəcək. 72. 72-də ən azı 2 dənə dövr geçsək, məsələn, i-miz 1 olsun, 1-i 1-ə böləndə 1 alınır. S-imiz də
birin üstünə 1 gələndə 2-ni 1-ə böləndə 2 alınır. İkinci dövrdə artıq i-imizin 2 qiymətində, yəni n-imiz məsəl üçün 3-dür. 3 üstə gəl 1, 4, i-imiz 1, 2, 3. 3 dənə dövr getsə, bizə 2 dənə yetərlidir. İndi bu p-nin bir qiymətinə toxunmuruq. Üstünə gəlirik olduğu kimi 1 bölünsün 2. Bu dəfə i-nin 2 qiyməti. Və s-in də qiymətinə toxunmuruq, üstünə gəlirik. 2-nin üstünə 1 gələndə 3 bölünsün. P-nin gördüyünüz kimi 1 üstə gəl 1 bölünsün 2-ni olduğu kimi yazırıq. Bir bölünsün 2-ni olduğu kimi yazırıq. Ona görə baxırıq ki, 3 bölünsün 1 dənə yeganə A variantındadır. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. X-imiz 10-dur, 10 10-a bərabərdirmi? Bəli. Y-imiz 20-dir və STR 10-u çap eləyir, boşluq qoyur və 20-ni çap eləyir. Və bunu printə Z çapa verir. Sonra X-i 2-yə vurur, oldu 20, 20-ni Y-ə mənimsədir, amma burada əhəmiyyəti yoxdur, çünki Y artıq 100-dür. Və X-in qiyməti dəyişmir 10-dur, Y-in qiyməti 100. Bu da bizdə 10, 20, 10, 100 A variantıdır. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Burada baxırıq ki, bizim funksiyamız nə icra edir? Məsələn, 13-ü daxil eləmişik. 13 həmən ədədləri bir-bir bölünürsə, bir dənə yeganə 1-ə bölünür də. Burada S2-dir, 2-yə bərabər olacaqsa, ədədin özünü, 13-ün özünü qaytarır bizə. Əks halda deməli sadə ədəd deyilsə ondan bir vahid çıxır. Deməli 13-dürsə olduğu kimi qalacaq. 25 sadə ədəd deyil, bir vahid çıxacaq 24. 14 sadə ədəd deyil, bir vahid çıxacaq 13. 17 olduğu kimi qalacaq. 18-dən bir vahid çıxacaq 17. 19 olduğu kimi qalacaq. 32-dən də bir vahid çıxacaq 31. Deməli bu hansı variant olacaq? Y variantı. Əsası n olan say sistemində. Deməli, bunu 0, 1, 2, 0, 1, 2 onluğa keçirəndə olacaq 5 vurulsun n-in kvadratı, üstə gəl mn, üstə gəl 4, çıxılsın 4 n-in kvadratı, çıxılsın mn, çıxılsın 5, bərabərdir 48. Və mn-lər gedir, 5n-in kvadratını, 4n-in kvadratını çıxanda n kvadratı bərabər olacaq. Nəyə? Burada 1 qalır, keçirdir o tərəfi 49 mənfi 1. N də bərabər olacaq 7 qiyməti, müsbət qiymətin. N 7-dirsə, bunlar da ardıcıl ədədlərdirsə, M deməli 6 qiyməti ola bilər. Yenə də yoxlayaq. 5, 6, 4, 4, 6, 5. 7-lik say sistemində çıxsaq, 4-dən 5 çıxmaq olmur. 7 veririk, burada 5 qalır. 7 ilə 4-ün cəmi 11-dən 5 çıxanda eləyir 6. 5-dən yenə 6 çıxmaq olmur. 7 veririk, burada 4 qalır. 7 ilə 5-in cəmi 12-dən 6 çıxanda 6. 4-dən də 4 çıxanda 0. 66 7-lik ədədini də 10-luğa keçirəndə əgər bizə 48 verirsə, doğru yoldayıq və 6 dəfə 7-nin 42, üstünə 6 gələndə 48, bəli. Deməli, M-in qiyməti 6-dır. Doğru fikirləri seçin. Prosesor məlumatları kompüterin xaric edən çıxış qurğusudur. Prosesor nə çıxış deyil, nə də daxil etmə deyil. Skaner çıxış qurğusudur, yanlışdır. Lazer printerlərin çap sürəti 1 dəqiqədə çap etdikləri səhifələrin sayı ilədir, düzdür. Klaviaturada giriş qurğusudur, düzdür. 3, 5 burada doğrudur. HiColor 16 bitlikdir, Tricolor 4 bitlik sistemində kodlaşdırılmış 2 fərqli qrafik təsvirin birlikdə informasiya həcmi 120 megabaytdır. Bu təsvirlərdəki piksellərin sayını bərabər olduğunu bilərək HiColorda kodlaşdırılmış qrafik təsvirin informasiya həcmini hesablayın. Deməli, mən bunu 16x üstə gəl 24x bərabərdir 120 megabaytı da bitə keçirsəm 2 üstü 23 götürsəm 40x bərabər olacaq 120 vurulsun 2 üstü 23. X-i tapanda deməli 3 vurulsun 2 üstü 23 olacaq. Və bizdə HiColor istəyir. HiColor 16 bitdi. 2 üstü 4-ə vurub megabaytla istəyir. Megabayta keçirsək 2 üstü 23-ə bölsək 2 üstü 23-lər gedəcək. 3-ü də 16-ya vuranda 48 eləyir. D variantı. Windows əməliyyat sistemində doğru olmayan fayl 2 nöqtədir. 2 nöqtə ola bilməz. Verilən bazasındakı cədvələ əsasən bunları nömrələsək daha asan olar. 1, 2, 3, 4, 5, 6, 7, 8. 2-yə bərabər olmayanlar burada görürük ki 1-dir, 3-dür, 4-dür, 5-dir, 8-dir. Və OR var, status gecikmədə olanlar sadəcə 6, 7-dir. Bunu da yazdıq və ənddə ancaq bu nömrələri yoxlayırıq ki, sonu n-dən qutaran 1 varmı? Xeyr, 1 sonu n-dən qutarmır. 3 sonu n-dən qutarmır. Amma 4, 5 sonu n-dən qutarır.
8 sonu n-dən qurtarmır. Bir də 6, 7. 4 dənə yazı ödəyir. Mətn redaktorunda yanaşı bitişik yazılmış Python sözlərindən ibarət ifadədə kursor sonuncu Python sözündəki P hərfindən dərhal əvvəl dayanmışdır. Mətn üzərində aşağıdakı əmrlər ardıcılığı ibarət alqoritm icra olunduqdan sonra Python sözünün nə qədər olub? Bunu tapmaq üçün ən azı 2 dənə Python sözünü yanaşı yazırıq və demir Python P hərfindən əvvəl idi. Delete olanda P, Y, T silinir. Və 3 sağa keçirik. 1, 2, 3 gəlir bura. Yenə delete eləyəndə home silir. Deməli, 2 addımdan bir Python sözü silinirsə, ümumi 20 addım baş veribsə, 20-ni 2-yə böləndə 10 eləyir. Onu da sonda burada Python sözləri var. 2 vahid artıranda 12 eləyəcək. Cavab B variantı. Və biz buna aid işləmişik. Uyğunluğu müəyyən edin deyir. İnformasiyanın təqdim edilmə forması qrafik informasiyadır. Xassəsi etibarlı obyektidir. Obyektiv bir də etibarlı olandır. BC. İnformasiya növü də taktildir. Y, BCA olacaq D variantı. 256 səhifəlik sənədin hər səhifəsində x sayda simvol və bu bitli şəkil var. Deməli, qrafik informasiyanın həcmini tapsaq 2/8-i vuracaq. 4-ü 2/2 kimi yazsaq və 2/20-yə vursaq 2/22 eləyəcək. Bunu da megabayta keçirtmək üçün bölü 2/23-ə. Burada qalır 128 megabayt. Deməli, ümumi də, əgər ümumi biz bilirik ki, bu tip məsələlərdə ümumi həcm bərabərdir qrafik həcmi üstünə gələk mətnin həcmi. Mətnin simvol sayını tapmaq üçün biz ümumi həcmdən çıxmalıyıq qrafik həcmini. Yəni 129 megabaytdan 128-i çıxırıq. 1 megabayt qalır. Bunu da bayta keçirtmək üçün 2/20-yə vururuq və səhifə sayına 2/8-ə böləndə artıq simvol sayını tapmış oluruq ki, bu da eləyəcək 2/12, yəni 4096. Proqram icrası nəticəsində 81 qiyməti çap edilmişdir. 81 qiyməti çap edilibsə, o zaman 4 dənə dövr getmişdir. Çünki S1-dən başlayıbsa, 4 dəfə özünə vuranda 81 eləyir. O zaman mən bu hissəni götürürəm. N üstə gəl 17-ni vurulsun, 4 yazıram və nə zaman while dayanacaq? Ciddi böyük 272 olduqda. N böyükdür 272-dən çıxacam 68-i, N böyükdür 204 olacaq və N-in böyük, N-in qiyməti kiçik ədəd 205 ola bilər. Rəqəmlərin cəmi istəyir, toplayırıq, cavab 7-dir. Cədvəldə axtarış serverinə verilən sorğular A-da olub, B-də olmayanı istəyir və 3-ünün də kəşfməsi var deyənə yazırıq belə. 3-ün kəşfməsi 20-dir, yazıram 20, bu A-dır, bu B-dir, bu da C-dir. BC 100-dür, BC 100-dürsə 20-ni çıxıb 80 yazıram. AC 70-dir, 70-dən 20 çıxıb 50 yazıram. Sonra A-mız 500-dür, 500-dən 70 çıxıb 430 yazıram. Amma bura yazdığımdan bu eyni, yəni cəmi eləyir 430. Onu axırda unutmuruq. B 700-dür, 700-dən 100-ü çıxanda 600 eləyir. Və C-miz isə 400-dür, burada da 150-dir, 250 eləyir. Alınan bu hissədə A kruqu 500-dür. 500-ün üstünə 680, bir də 250-ni gələndə burada nə görürsünüzsə hamısını toplayıram. Bu mənə nə verəcək? 3, 11, 12, 14, 1430. 1430 burada oru çıxıram, 1300-ü. Cavab olur 130. 130 bu hissədədir, hansı ki demişdim də bundan cəmi 430-dan 130-u qayıdıb çıxanda burada nə qalır? 300. Bizə də deyir ki, B-də olmayan, bu hissəni çıxıram, A-da olan nə olacaq? 300-lə 50-nin cəmi 350. Sonra gəlirik alqoritm məsələsinə. Burada A-mız -4-dür, -4 4-dən kiçikdirmi? Bəli, deməli burada bir neçə dövr gedəcək. Ona görə tez-tez 2 vahid artırıb, B-dən də bir vahid çıxırıq. Bu olacaq -2, bu olacaq 8, 0, 7, 2, 6 və 4 olanda artıq 4 4-dən kiçik deyil, dayanacaq.
Gəlirik B-ni 1 vahid azaldırıq 4, A-nı 2 vahid artırırıq 6. 4 1-dən böyükdür deyənə bunu da tez-tez gedirik, bir-bir azaldırıq. 2, 10, artıq 1 olanda 1-1-dən böyük deyil deyənə dayanacaq və bizim cavabımız olacaq 12. A-nın qiyməti. Burada deyir ki, cədvəllərə əsasən Mehdi Abbasov küçəsinin sakinləri cəmi neçə dəfə bu kitabxanadan Agatha Christie'nin müəllifi olduğu kitabları götürüb. Mehdi Abbasov küçəsi bir A11-dir, bir də A22-dir. Və baxırıq Agatha Christie 56-dır, 35-dir, 75-dir. 56, 35, 75, A11, A22-də burada var, ikinci var, üçüncü var, A22. Bir də dördüncü var. Ona görə 4 dəfə. Deyəcəksiniz ki, 56 burada da var, amma bu Mehdiyə aid deyil. O həmən küçəyə aid deyil. Ünvana. 64 simvollu əlifbada kodlaşdırılmış sözlər və onların informasiya həcmlərinə görə uyğunluğu müəyyən edin deyir. 64 simvollu əlifba 6 bitdir. 6 bit olduğu üçün 4 simvolu biz neyinirik? 6-ya vururuq, olur 24 bit. 24, yəni 4 vurduq 6-ya, 24 bit. 24 bit bizdə C-dir, amma bunu 8-ə böləndə olacaq 6 byte 7. Sonra 2, 4, 6, 8, 10, 11. 11-i də 6-ya vuranda 66 bit eləyir. Ona görə ikinciyə D uyğundur. 8-ə bölünmür, burada tam ədədlərdir. 2, 4, 6, 8. 8-i 6-ya vuranda eləyəcək 48 bit. 48 bitimiz varmı? Var. Və bunu da 8-ə böləndə olacaq 6 byte. Yox. 20 ay üzrlü sayım. Bu deməli 3-dür. 3 byte-dir. 3 byte B bura, D bura uyğun gəlir. Sonra daxil edilmiş en natural ədədi üçün bu alqoritmi 2 üçün quracağım. Biri modifikasiyalı, biri də şərtli blok kimi. Deməli, n-i daxil eləsək, n-i daxil eləyirik. Burada nə edirik? Bizə lazımdır cəm. Ona görə S bərabər olacaq 0-a. Sonra S bərabər oldu 0-a. K bərabər oldu 1-ə. Deyirik ki, modifikasiyalı birinci modifikasiyalı quraq. İ'miz 2-dən başlasın, 2n-ə, 2 artsın. S bərabərdir, S-in üstünə gəlirəm, K vurulsun, hər dəfə 1-i böləcək nəyə? I-yə və K bərabərdir mənfi K-ya. 1 belə yazmaq olar, bu burada qayıdır və burada S-i çapa veririk, son. Bir də bu şəkildə yaza bilərik ki, yazırıq başlanğıc, i-ni daxil eləyirik, i-ni özümüz təyin eləyirik 1, S-i 0 və deyirik ki, i-miz n-dən kiçik bərabərdirsə, hədirsə. O zaman buradakı düsturdan verdiyi kimi istifadə edirik. S bərabərdir, S-in üstünə gələcək. Nə görürsünüz? Mənfi 1. Mənfi 1 üstü i üstə gəl 1 mötərizədə. Sonra bunu da bölməliyik, 2 vurulsun i-yə. Ya da bunun olduğu kimi düsturunu istifadə edirik. Bura qayıdır, sonda S-i mütləq çap edirik və son. Bu belə. Sonra gəldik 89-cu misala, olimpiyada misalına. Burada necə eləyirik? Burada A, B, C siyahısını yaratmağa çalışaq. Diqqət eləyirik ki, bir dənə B-də ardıcıllıq doğru verilib. Yəni 3-3 artma var, ədədi silsilə kimi. Digərləri isə B-dən asılıdır. Necə? Misal üçün, bu misalı belə şəkildə fikirləşsək, desək ki, A siyahısı, B siyahısı, bir də C siyahısı. Deyirəm ki, for i in range 2, 102, 3. Sonuncu 102-dir. Amma ardıcıllıq 2-dən başlayıram, 3 artırıram. Buna əsasən elədim. Və təbii ki, bunun hamısını B-yə append eləyəcəm. 1-1. Append eləyirəm. i-ləri B-yə. 2 nöqtə. 2 nöqtə yox. B-ləri append elədim və deyirəm. Sual verirəm. Deyirəm ki, əgər i-mizi 2-yə böləndə
qalıq 0-a bərabərdirsə, o zaman A append i çıx 1. Məsələn, 2 ədədidir, 2 cütdür deyənə, buradakı 1-i alım deyənə 1 vahid azaldıram. Amma əks halda, tək ədəd olanda mən A-ya append eləyəcəm 1 vahid çoxunu. İndi növbəti məsələn 5-dir, tək ədəddir. 5-in üstünə 1 gələndə bu 6-nı almaq üçün. Sonra deyirəm ki, if əgər i-mi 2-yə böləndə, indi c-nin qiyməti bundan 1 vahid çox olduğu üçün burada da təbii ki, c-yə append eləyəcəm nəyi? i-nin üstə gəl 1-i. Əks halda isə 5 olanda təkdir axı, 5-dən 1 çıxacam, 4-ü mənimsədəcəm. Əks halda c-yə append eləyəcəm i çıxılsın 1-i. Bunları etdikdən sonra, foru bitirdikdən sonra, bütün siyahını doldurduqdan sonra burada A-nı daxil eləyirəm, int input və deyirəm ki, əgər A in A-dadırsa, A-nın içindədirsə, o zaman print nə olsun? A-nı çap eləsin. Elif əgər A in B-dədirsə, print B-ni çap eləsin. Əks halda artıq bir dənə variant qalır. O da print C-ni çap eləsin. Qutardı getdi. Bu da belə. 90 da asan idi. 90-da da neyinirik? Sətri veririk. N bərabərdir input. Sətri verdikdən sonra bir dənə də cəm veririk. S sətri veririk. Deyirik ki, for i in n. N-i bir-bir daxil eləyirik və daxil edərkən əgər ki i not s-də in s-in içində not yoxdursa, s-in üzərinə həmən o i-ni gəlsin ki, təkrarçılıq olmasın. Və printdə də sonda len s sayını verəcəm. Qutardı getdi. Bu da belə. Diqqətiniz üçün təşəkkür edirəm.